Bizim bugünkü mövzumuz litosfer təzarüf olacaq, ətraflı şəkildə məlumat verəcək. Deməli, yer və digər planetlərin əmələ gəlməsi haqqında bir sıra fərziyyələr var idi. Bunlardan biri Kant-Laplace nəzəriyyəsi idi, fərziyyəsi idi. Biri də Schmidt-Fesenkov fərziyyəsi idi. Kant-Laplace'a görə yer və digər planetlər qızmar Günəşə bənzər cismin parçalanmasından yaranmışdır. Schmidt-Fesenkova görə isə yer və digər səma cisimləri, planetlər soyuq disk şəkilli kosmik buluddan yaranmışdır. Onda biz yadımızda saxlayacaq ki, Schmidt və Fesenkova görə yer səthi heç zaman tam ərmə mərhələsi keçməmişdir. Deməli, yerin təbəqələrin yaranma ardıcıllığı birinci, ilkin soyuq yer yaranıbdır. Sonra yerin daxilində temperatur artıb maddələrin ərməsi baş vermişdir mantiyada. Sonra kütlə vulkan püskürmələri ilə səciyyələnən bir dövr aerası olmuşdur. Onun ardınca deməli ilkin yer qabığı yaranmışdı, bazaltdan ibarət. Ondan sonra karbon qazından ibarət ilkin atmosfer yaranmışdı və hidrosfer yaranmışdı. Bu planetar mərhələnin sonunda hidrosfer yaranıb, bir də geoloji mərhələnin başlanğıcına təsadüf edir. Yerdə ilk okean Pantalasdır. İlk quru sahə isə Pangeya adlanır. Deməli, 225 milyon il əvvəl Pangeya və Pantalas olmuşdu. 135 milyon il əvvəl Pangeya bölünür iki hissəyə, Lavrasiyaya və Hondvaniya. Bunların arasında Tetsi okeanı yaranır. 65 milyon il əvvəl artıq müasir də olmasa artıq bu quru sahələr formalaşmağa başlayır. Hazırda isə indiki vəziyyət bütün quru sahələr. Lavrasiyanın tərkibinə şimal materikləri daxildir. Şimal Amerika ilə Avrasiya, sahil xətləri bildiyimiz qədərilə çox parçalanıb. Hondvananın tərkibinə Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida daxildir. Sahil xətləri zəif parçalanıbdır Lavrasiya ilə müqayisədə. Ərəbistan və Hindistan da Hondvananın tərkibində olubdur. Sonradan gəlib Lavrasiyaya birləşiblər. Yerin inkişafında iki mərhələ olmuşdur. Planetlər və geoloji mərhələ. Planetar mərhələdə yer bir planet kimi formalaşmış. Onun nüvəsi mantiyası yaranmışdı. Geoloji mərhələdə yer qabığının inkişafını əhatə edir. Yarandığı dövrdə yer soyuq səma cismi olmuşdu və maqnetizm xassəsi olmamışdı. Ona görə də yer səthinə çoxlu asteroidlər və digər səma cisimləri gəlirdi və toqquşma baş verirdi. Yerin maqnetizmi artdıqca, yarandıqca artıq meteor yağışlarını neyləməyə başladı, azalmağa başladı. Yer qabığı və mantiyanın yaranması planetlərin hər yerində eyni şəkildə baş verməmişdi. Müəyyən hissələrdə ağır ərinti, materialların dərin qatlarda toplanması nəticəsində nəhəng çökəkliklər yaranmışdı. Amma digər tərəfdən isə süxurlar səthə qalxaraq iri materik çıxıntılarını əmələ gətirmişdi. Deməli, birinci soyuq səma cismi olan yer yaranır. Sonra ağır maddələr yerin mərkəzində toplanır, nüvə yaranır. Nisbətən yüngül maddələr yuxarı qalxır, mantiya yaranır. Nüvə mantiya yaranandan sonra yerin daxilində radioaktiv maddələrin parçalanması, gravitasyon sıxılmaları nəticəsində lava axımı baş verir, maqma axımı baş verir. Yer səthinə çıxan maqmadan ibarət, bazaltdan ibarət ilkin yer qabığı formalaşır. Bazaltın tərkibindən ayrılan qazlar karbon qazından ibarət ilkin atmosferi formalaşdırır. Və yer səthinə düşən sular nəhəng çökəklikləri örtərək ilkin okean Pantalas formalaşdırır. Dünya okeanın əmələ gəlməsi bayaqda qeyd etdik ki, planetar inkişaf mərhələsinin sonu geoloji mərhələnin başlanğıcına təsadüf edir. Beləliklə, yerin planetar inkişafı 6-7 milyard il əvvəl başlayıb 2-2,5 milyard il davam edibdir. İlk okeanın yaranmasından müasir dövrə qədər olan mərhələ yerin geoloji inkişaf mərhələsidir. 4,5 milyard ilə əhatə edir. Geoloji mərhələdə yer qabığının təbəqələri yaranmışdır. Litosfer, biosfer. Onun üzərində isə dağlar düzənliklər əmələ gəlmişdir. Yerin geoloji inkişafını süxurların yaşına əsasən müəyyən edirlər. Süxurların iki cür yaşı var. 1. Nisbi yaş, 2. Mütləq yaş. Gəlin görək, nisbi yaş nədir? Nisbi yaş süxurların yatım ardıcıllığına görə müəyyən olunur. Belə ki, ən altdakı süxurlar ən qədim, ən üstə doğru getdikcə süxurların yaşı cavanlaşır. Mütləq yaş süxurların tərkibində olan radioaktiv maddələrin parçalanma dövrünə əsasən təyin olunur. Radioaktiv maddələr də urandır, radiumdur, toriumdur. Məsələn, 74 milyon il ərzində 100 qram uran helium və qurğuşuna parçalanır. Helium yüngül olduğu üçün uçur, qurğuşun ağır olduğu üçün qalacaq. Yerin geoloji inkişaf mərhələsinin ən böyük zaman vahidi eonlardır. Eonlar eralara bölünür. Eralar söz növbəsində dövrlərə bölünəcək. Gəlin görək,
hansı eonlarımız var? Kriptoza eonu. Kriptoza eonu gizli həyatda. Çünki o dövrün sıxırlarında canlı orqanizm qalıqları aşkar edilməmişdir. Fanerozoy eonu aşkar həyatdır. Çünki o dövrün sıxırlarında canlı orqanizm qalıqlarına rast gəlinir. Kriptozoy eonu bölünür arxeik proterozoy eralarına. Fanerozoy eonu bölünür paleozoy, mezozoy, kaynozoy eralarına. Yadda saxlayaq. Arxeik proterozoyun dövrləri yoxdur, mərhələləri var. Arxeik proterozoya bəzən Kembriyə qədərki dövrdə deyirlər. Nə deyirlər? Kembriyə qədərki dövr. Arxeik proterozoydan sonra gəlir paleozoy. Paleozoy Kembri, Ordovik, Silur, Devon, Karbon, Perm. Kembri, Ordovik, Silur, Devon, daş kömürü də ola bilər, bu karbon da ola bilər, yəni eyni şeydir. Deməli, paleozoyun birinci Kembrisi başlayır. Arxeik proterozoydan sonra paleozoyun Kembrisi başladığına görə arxeik proterozoyu bəzən Kembriyə qədərki dövr adlandırırlar. Bu qədim era hesab olunur. Fanerozoy, paleozoy erası qədim eradır. Ondan sonra mezozoy orta qırışıqlıq ərazisi hesab olunur. Kaynozoyda ya cavan. Mezozoyun Trias, Jura, Təbaşiri, Kaynozoyun Paleogen, Neogen, Antropogeni. Kembri, Ordovikdə bir də proterozoyda Baykal qırışıqlığı olmuşdur. Silur, Devonda Kaledon qırışıqlığı, daş kömür Permdə Hertsin qırışıqlığı olmuşdur. Demək, paleozoy erasında Baykal, Kaledon, Hertsin dağım ilə gəlməsi olub da. Deməli, proterozoyda Baykal, deməli ondan qabaq dağım ilə gəlmə mərhələsi olmayıb. Sualı versələr, deyəcək ki, Baykaldan əvvəlki dağım ilə gəlmə mərhələsi. Gəldik arxeik proterozoy eralarında nə baş vermişdi? Arxeik proterozoy eralarında yadda saxlayın. Qədim qırışıqlıqlar davam edib, yosunlar, bakteriyalar və tək onurğasızlar. Proterozoyda qədim qırışıqlıqlar, güclü vulkanizmlər davam edibdir, bakteriyalar və ibtidai tək hüceyrələr yaranıbdır. Paleozoyda Pangeya bölünür iki hissəyə, Lavrasiya, Gondvaniya, Kaledon, Hertsin qırışıqlıqları baş verir. Pantalasın sahəsi artır, azalır, yəni transqressiya, regressiya. İynə yarpaqlı, çılpaq toxumlu bitkilər, ay döşəyi, suda quruda yaşayanlar, okeanda ilk balıqlar, quruda ilk bitkilər və onurğasızlar yaranır. Mezozoyda Lavrasiya, Gondvana parçalanaraq müasir materikləri əmələ gətirir. Pantalas müasir okeanlara bölünür. Örtülü toxumlu bitkilər, quşlar, məməllər yaranır. Qədim sürünənlər yaranır və dinozavrların nəsil kəsilir. Mezoy qırışıqlığı zonasında nələr yaranıbdır buna baxaq. Verxoyanski, Çerski, Skotalin dağları, Tibet yaylısı, Kunlun silsiləsi, Çikot yarımadası, Hind, Çin, Malak yarımadası görürsünüz. Cənub-Şərqi Asiyada mezoy qırışıqlığına aid olan ərazilər mövcuddur. Kalimantan adası, Taymırı dedik, Tibeti dedik, Alyaskadır. Kordillerin sahil silsiləsi istisna olmaqla. Çünki Kordiller dağlarını biz bölürük qərb. Kaynozoydadır, mərkəzlə şərq. Hardadır? Mezozoydadır. Meksika yaylısı mərkəz siyahitdir, Kaliforniya yarımadası. Qeyd, mezoy qırışıqlığı yalnız Şimal Amerika, Avrasiyadadır, yəni şimal materiklərində. Cənub yarımkürəsində isə ancaq Kalimantan adasının cənubunda mövcuddur. Kaynozoyda 4-cü dövr buzlaşması baş verir. Müasir relyef yaranır. Alp dağım ilə gəlməsi, cavan dağlar, Tets okeanının parçalanması, yerində Aralıq, Qara, Xəzər, Aral dənizlərin bir-birindən ayrılması. Aydın oldu bunlar. İlk insana bənzər meymunlar və paleozoyda yaranan Tian-Şan, Altay, Sayan dağları burada yenidən fəallaşmaya məruz qalır. Yer kürəsində 5 dağım ilə gəlmə mərhələsi var. Baykal, Kaledon, Hertsin, Mezozoy, Alp. Aydın oldu. Proterozoy erasında əsas dağım ilə gəlmə mərhələsi Baykaldır. Yadda saxlayın, Baykal. Paleozoy erasında 3 dağım ilə gəlmə mərhələsi var. Baykal, Kaledon, Hertsin, Kaynozoyda da Alpdir, Mezozoyda da Mezozoy Kimmerdir. Baykal dağım ilə gəlməsində Baykal ətrafı dağlar. Buna bəzən Zabaykali və Pirbaykali dağlar deyilir. Yadda saxlayaq bunu. Aydın oldu. Sonra gəldik. Kaledon Hertsində Tian-Şan, Altay, bütün qədim dağlar. Tian-Şan, Altay, Sayan dağları, Appalat, Kap, Əjdaha, Böyük su ayrıcı, Ural, Skandinaviya, aydındır. Mezozoy və Kimmerdə Verxoyanski, Çerskdir, Skotalindir, Tibetli, Kunlundur, Qayal dağlardır. Alpdə isə bütün cavan dağlar yaranıb. Bundan əlavə Tian-Şan, Altay, Sayan dağları Kaynozoyda yenidən tektonik hərəkətlərə məruz qalmış, hündürlüyü artmışdı. Bu səbəbdən onların yerində törənmiş cavan dağlar hesab olunurlar. Gəldik. Kimyəvi elementlərin birləşməsi mineralların birləşməsi suxurları yaradır. Deməli, suxur eyni təbii
xassəyə malik olan mineralların birləşməsidir. Minerallar eyni tərkibə malikdir. Dağ süxurlarının tərkibi daha mürəkkəbdir. Yadda saxlayın. Hər ikisinə daxil olan təbii birləşmələr tərkibinə, möhkəmliyinə, rənginə, sıxılığına, parlaqlığına, ərimə temperaturuna görə fərqlənirlər. Süxurlar maqmatik çökmə metamorfik olurlar. Birinci başlayaq maqmatik süxurlardan. Maqmatik süxurlar maqmanın yer səthinə çıxması və ya müəyyən dərinlikdə soyması nəticəsində yaranır. Əgər müəyyən dərinlikdə soyuyursa, sıx olur, möhkəm olur, ağır olur. Bu zaman əmələ gələn süxurların daxili quruluşu maqmanın soyuma sürətindən asılıdır. Aydındır. Yerin daxilində soyuyan maqmatik süxurlara intruziv, yer səthinə yaxın qatda və yer səthinə çıxarkən soyuyan süxurlara effuziv deyirlər. İntruziv süxurlar olur ağır, bərk, məsaməsiz. Effuziv süxurlar olur yüngül, yumşaq, məsaməli. Aydındır. İntruziv süxurlar qranitdir, siyenitdir, qabırrodur, dioritdir. Effuziv süxurlar andezitdir, tufdur, bazaltdır, pemzadır, obsidiyandır. Bazalt effuziv süxur olsa da intruzivin xüsusiyyətlərini özündə daşıyır. Gəldik çökmə süxurlar. Yer səthində əmələ gəlir, ağırlıq qüvvəsinin təsirlə qurudakı alçaq ərazilərdə və su hövzələrində toplanır, xarici qüvvələrin təsiri ilə yaranır. Bu süxurların bir qrupun əmələ gəlməsində möhkəm süxurların aşınma və yuyulma prosesi zamanı dağılması, bəziləri axar sular, buzlaqlar, külək vasitəsilə alçaq sahələrə aparılması ilə əlaqədardır. Gəldik, çökmə süxurlar özləri bölünür, yazırıq. Çökmə süxurlar bölünür. Üzvü, bir də qeyri-üzvü. Üzvü və qeyri-üzvü. Üzvü çökmə süxurlar kömür, yəni canlılardan kömür, torf, yanarşist, neft əsas, neft, qaz. Qeyri-üzvü çökmə süxurlar bölünür. Qırıntı, bir dənə kimyəvi. Aydındır. Qırıntıya qumdur, çınqıldır. Qum, çınqıl, gil, məsələn lil. Amma kimyəvi aiddir. Gips, kalium xlorid tuzları və s. Aydın oldu. Çökmə süxurlarda budur. Torfdur, təbaşirdir, daş kömürdür, qumdur, çınqıldır, xörək duzudur, gipsdir, kalium duzudur. Metamorfik süxurlar yüksək temperatur və təzyiq şəraitində istər maqmatik, istər çökmə süxurların dəyişməsindən yaranır. Metamorfik sözünün mənası Yunancadan çevrilmə deməkdir. Belə ki, metamorfizləşmə zamanı qranit qneysə, gilli şistə, əhəng daşı mərmərə, qum daşı da nəyə çevrilir? Kvaşda çevrilir. Digər metamorfik süxurlar çökmə süxurlardan əmələ gəldiyi halda qneys nədən yaranır? Qranitdən, yəni maqmatik süxurdan yaranır. Qum daşı çökmədir, əhəng daşı çökmədir, gil çökmədir, kristallik şistə fillitə çevrilir. Qranit amma maqmatikdir. Yerin daxili quruluşuna geologiya elmi öyrənir. Geologiya elmi coğrafiya elmlər sisteminə daxil deyil. Yerin üst qatı yer qabığı, ondan aşağıdakı qat mantiya, mərkəzdəki qat isə nüvə adlanır. Nüvə. Yerin mərkəzində yerləşir nüvə. Əsasən dəmir və nikeldən təşkil olunubdur. Orada temperatur 3500-5000 dərəcə Selsiusdur. Bu günəşin səthində olan istiliyə yaxındır. Qalınlığı 3500 kilometrdir. Bu da bizim nüvəmiz. Mantiya örtük deməkdir. Silisyum, magnezium, oksigen və bəzi ağır elementlərdən, dəmir və digər elementlərdən ibarət olur. Alt və üst mantiyaya bölünür. Üst mantiyada maddələr qatı maye halında, dərinti halında daimi hərəkət edir. Bu yer qabığının mantiya üzərində hərəkət etməsinə səbəb olur. Biz bildik ki, litosfer havalar üst mantiyanın üst yumşaq təbəqəsi olan astronosfer üzərində hərəkət edir. Alt mantiyada maddələr ərinti halında deyil, bərk haldadır, çünki orada təzyiq çoxdur. Yerin üst bərk hissəsi yer qabığı adlanır. Kontinent
və okean tipli yer qabığı var. Kontinent, yəni materik tipli yer qabığının qalınlığı orta hesabla 30-40 kilometrdir. Dağlarda qalınlığı 70 kilometrə çatır. Okean tipli yer qabığının qalınlığı 5-10 kilometrdir. Yəni ən maksimum qalınlıq Mərkəzi Asiyada Himalay, Hindukuş dağlarının ən nazik yeri okean çökəkliklərindədir. Amma okean tipli yer qabığının ən qalın yeri məhz Orta Okean dağ silsilələrindədir. Yer qabığı mantiyanın üst hissəsi ilə sıx əlaqədədir. Çünki biz deyirik ki, yer qabığı ilə üst mantiya birlikdə litosfer adlanır. Yer qabığı çökmə qranit bazalt qatdan ibarətdir. Nüvədən bayaq danışdıq. Dedik, daxil nüvə var, xarici nüvə var. Daxil nüvə bərk olduğu üçün daha çox sıxılığa malikdir. Xarici nüvə dəmir və nikkel yüksək temperatura malik və ərimiş haldadır. Yer qabığı süxurlardan ibarətdir. Üst mantiya vulkan ocaqları burada yerləşir. Mantiyanın alt hissəsində təzyiq yüksək olduğu üçün bəyək qeyd etdiyimiz kimi maddələr ərinti halında deyil. Deməli, konrad sərhəd qranitlə bazalt qat arasındakı sərhəddir. Yalnız materik tipli yer qabığında olur. Çünki okean tipli yer qabığında qranit yoxdur. Biz deyirik, materik tipli yer qabığı çökmə qranit bazalt qatlardan ibarətdir. Nədir? Çökmə qranit bazalt. Bu kontinent yer qabığıdır. Okean tipli yer qabığı çökmə və bazaltdan ibarətdir. Ona görə burada biz konrad sərhədinin adını çəkməyəcəyik. Astronosferlə üst mantiya arasındakı sərhəd Benyov sərhəddidir. Yer qabığı ilə üst mantiya arasındakı sərhəd Moxa sərhəddidir. Və yaxud da ki, yer qabığının ən aşağı hissəsi bazalt olduğuna görə bazalt ilə üst mantiya arasındakı sərhəddə də biz Moxa sərhəddi deyə bilərik. Üst mantiyanın üst yumşaq plastik təbəqəsi astronosfer adlanır. Məhz litosfer tavaları bu qatın üzərində hərəkət edir. Yer qabığı iki hissəyə bölünür. 1. Okean tipli yer qabığı və ya kontinent, 2. Materik tipli yer qabığı. Okean tipli yer qabığında qranit qat yoxdur. Ona görə materik tipli yer tava ilə toqquşanda gömülür onun altına materik tipli tavanın. Bu yer qabığı materik tipli yer qabığından daha qədimdir. Belə ki, ilk yaranan yer qabığı okean tipli yer qabığı olubdur. Ən qədim okeanların sahəsi tədricən kiçilir. Belə ilk yaranan okean Sakit və Şimal Buzlu okean mərkəzi hissələri olub, onların sahələri kiçilir. Yəni Sakit və Şimal Buzlu okean qədim okeanlardır. Hind və Atlantik okean cavan okeanlardır, onların sahəsi isə böyüyür. Okean tipli yer qabığının ən nazik yeri, ümumiyyətlə elə yer qabığının ən nazik yeri Marian çökəkliyidir. 1-5 kilometrdir. Materik tipli yer qabığının maksimum qalınlığı Himalay, Hindukuş dağlarındadır. Yer qabığı ilə üst mantiya birlikdə litosfer adlanır. Litosfer ayrı-ayrı hissələrdən, yəni litosfer tavalarından ibarətdir. Nəyin üzərində hərəkət edirlər? Astronosferin üzərində hərəkət edirlər. Sərhədlərin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavalara ayrılır. Əhatə etdiyi əraziyə görə Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind, Avstraliya, Antarktida, Sakit okean. Bunlar böyük litosfer tavalardır. Bunlardan Sakit okean yalnız okean tiplidir. Qalanları həm materik, həm okean tiplidir. Kiçik litosfer tavalары Filippindir, Karibdir, Ərəbistandır, Kokosdur, Naskadır. Bunlar isə kiçik litosfer tavalardır. Kiçik litosfer tavalarından Ərəbistan yalnız materik tiplidir. Qalanları okean tiplidir. İndi gəlin görək, niyə görə Şimali Amerika həm materik, həm okean tiplidir? Çünki bu Şimali Amerikanın hansı hissəsidir? Quru hissəsidir. Bu, görürsünüz, tava olaraq buradan başladığına görə burada okean var. Və yaxud da ki, bu Avrasiyadır, görürsünüz, Avrasiyadır. Bu Hind, Avustraliyadır, görürsünüz. Bu Afrikadır, görürsünüz, okean və materik tavalı. Bu Cənubi Amerika. Deməli, doğrudan da Sakit okeanın quruya toxunuşu olmadığına görə Sakit okean yalnız okean tiplidir. Bir də ki, burada diqqət eləsiniz, biz dedik ki, Hindistan və Ərəbistan yarımadaları Gondwana tərkibində olublar. Ərəbistan yarımadası göründüyü kimi Afrika litosfer tavasından gedib. Hindistan yarımadası Hind-Avstraliya litosfer tavasından qopub gedib Avrasiyaya birləşib. Tavaların iki cür sərhəddi var. Toqquşma və ayrılma sərhəddi. Deməli, litosfer tavalarından qısa bir şey yadımdan çıxdı. Cənubi Amerika, Şimali Amerika, bir də Sakit okean. Qərbə doğru, qalanları şərqə doğru hərəkət edirlər. Materik konvergent zona nədir? Tavaların bir-birlə toqquşma zonasıdır. 3 hal ola bilər. Bir materik və okean tavalar toqquşa bilər. Bu zaman materik sahilində sıra dağlar, okean novları və adalar qövsə əmələ gəlir. Məsələn, Sakit okean litosfer tavası ilə Şimali Amerika litosfer tavasının toqquşmasından Kordilyer dağları yaranır. Aleut, Kuril, Filippin, Yapon, Ryukyu, Yeni Zelandiya adaları isə Sakit okean ödülü qövsündə yaranan adalardır. Məsələn, Nazca litosfer tavası ilə Cənubi Amerika litosfer tavasının toqquşmasından Ant dağları əmələ gəlir. Peru, Çili novları əmələ gəlir.
Bax, məsələn, burada subduksiya zonasıdır. Yadınızda saxlayın, materik ilə okean toqquşması subduksiyadır. Tutaq ki, bu Ant dağlarıdır, bu Sakit okeandır. Yadda saxlayın. Biz dedik ki, okean tipli yer qabığında qranit qatı olmadığına görə nazikdir, gömülür materik tipli yer qabığının altına. Quruda dağlar yaranır, okeanda burada dərin novlar və adalar qövsü yarana bilər. İkinci, materiklə materikin toqquşması bu kolliziya zonasıdır. Görürsünüz, buradan da materik gəlir, buradan da sıxılma nəticəsində yalnız quruda dağlar yaranır. Məsələn, Afrika, Hind, Avustraliya, şimaldan Avrasiya litosfer tavası toqquşması zamanı Alp-Himalay dağ sistemi yaranıb ki, burada Alpdir, Qafqazdır, Karpatdır, Kopet dağıdır, Pamirdir, Himalaydır, Qaraqorumdur, Atlazdır, Pontdur, Tavrdır, Zagrosdur. Bu kimi dağlar yaranır. Bir də okean tipli tavaların toqquşması. Buna misal olaraq Filippin tavası ilə Sakit okean tavasının toqquşması zamanı yaranan Marian Nova. Bu Filippin tavasıdır, bu da Sakit okean tavasıdır. Toqquşdu, burada nə yarandı? Marian Nova və Marian adaları. Divergent zonadır. Tavaların bir-birindən uzaqlaşma zonasıdır. Bu zaman orta okean dağ silsilələri yaranır. Bir də rift dərələri yaranır. Baxın, uzaqlaşan zaman burada vulkan püskürmələri baş verir. Bəzən bu vulkan püskürmələri suyun səthinə çıxır. Orta okean dağ silsilələri yaranır. Məsələn, İslandiyadır, Azordur, Müqəddəs Helenadır, Galapagosdur, Paskadır, Bozneseniyadır, Tristan da Cunha'dır, Golfdur, Kerguelendir, Kanardır və s. Şərqi Afrika sınma zonası var quruda, o da divergent zonadır. Bu başlayır Ölü dənizdən Zambezi çayına qədər. Bu zonada tektonik çatlar boyu Graben mənşəli göllər yaranır. Tanganyika, Nyasa, Rudolf. Bundan başqa Asiyada Baykal gölü, Ölü dənizdə Graben mənşəlidir. Belə göllər uzun, dərin olurlar. Bax, məsələn, Grabendə yerləşən göllərə biz tektonik sınma mənşəli göllər də deyə bilərik. Tektonik sınma. Yəni, tektonik sınmada yerləşən göllər dərin olurlar, ensiz olurlar, bir də uzun sov olurlar. Qeyd etdiyimiz kimi. Tanganyika, Nyasa, məsələn, Rudolf, Aydın və s. Amma tektonik əyilmə zonasında yerləşən göllər, məsələn, Afrikanın sahəsinə görə ən böyük gölü olan Victoria gölü. Victoria gölü dayazdır, bir də enlidir. Yadda saxlayın. Geosignallar. Yer səthinin hərəkətdə olan mütəhərrik sahələrinə geosignallar deyilir. 4 geosignal qurşağı var. Ant-Kordilyer, Alp-Himalay, Sakit okean odlu qövsü, bir də Orta okean silsilələri. Belə ərazilərdə zəlzələ, vulkan, geyzerlər olur. Geosignallı olan ölkələr Kanadanın qərbidir Kordilyerə görə, ABŞ-ın qərbidir Kordilyerə görə, Meksikadır Kordilyerə görə, Peru, Çilidir Ant dağlarına görə, Portuqaliya, İspaniyadır, Alp-Himalaydadır, İtaliyada Alp-Himalaydadır, Gürcüstan, Ermənistan, Azərbaycan, Yunanistan hamısı Alp-Himalaydadır. Bundan əlavə məsələn Yaponiyanın özüdür, İslandiyadır, bunlar da hamısı geosignalda yerləşir. Hansı ərazi geosignalda yerləşir? Həmin ərazilərdə geyzerlərin olma ehtimalı yüksəkdir. Daha çox vulkan olan ərazilərdə geyzerlər olur. ABŞ-dır, vulkan var, Meksikada vulkan var, Rusiyadır, Kamçatka yarımadası, İndoneziyadır heç, Filippindir heç, İslandiyadır həmçinin. Geosignal zonada yerləşən düzənliklər Kordilyer dağlarının Yukon yayılası, Böyük Evzə yayılası, Meksika yayılası, Pirney yarımadasında Meseta yayılası, İtaliyada Padano ovalığı, Türkiyədə Anadolu yayılası, Gürcüstanda Kolxid ovalığı, Azərbaycanda Kür arazi, İran ovalığı, Tibet yayılası və s. İran yayılası, Tibet yayılası və s. Geosignalda antiklinal və sinklinallar var. Antiklinallar qalxan hissələrdir, sinklinallar enən hissələrdir. Baxın, görürsünüz, bu qalxan hissələrdir, bax. Bu qalxan hissələrdir. Bunlar antiklinaldır, görürsünüzmü? Enən bu qalxanlardır, belə yazaq, qalxan hissələr. Bu enən hissələr var, ha. Bunlar isə sinklinaldır. Geosignalda qalxan hissələr antiklinal, enən hissələrə nə deyirik? Sinklinal. Geosignal inkişafında 4 mərhələdən keçir. Birinci mərhələ. Yer qabının böyük bir hissəsi enməyə məruz qalır. Görürsünüz, ətrafı su basır, dəniz hövzələri yaranır. Ona görə yer qabığında temperatur və təzyiqin artması sıxırların qismən metamorfizləşməsinə səbəb olur. İkinci mərhələdə bir tərəflər enir, bir tərəflərdən baş verir, qalxmalar baş verir. Ona görə qalxan hissələri biz antiklinal, enən hissələrə sinklinal
Üçüncü mərhələdə görürsüz, artıq antiklinal və sinklinallar öz yerini dağ əmələ gəlmələrə verir. Bütün cavan dağlar geosinklinalın 3-cü mərhələsindədir. Azərbaycan da geosinklinalın 3-cü mərhələsindədir. 4-cü mərhələ dağlar aşınır zaman keçdikcə və platformaya çevrilir. Yer səthinin sabit sahələrdə platformalar geosinklinalın sonuncu mərhələsində daxili qüvvələrin zəifləməsi platformaların yaranmasına səbəb olacaq. Bunu da yadımızda saxlayırıq. Qədim dağlar geosinklinalın inkişafının son mərhələsindədir. Bunu da yadımızda saxlayaq. Platformalar yer səthinin sabit, hərəkətsiz, qalın, heç bir seismik hadisələrin olmadığı ərazilərdir. Yaşına görə platformalar cavan və qədim platformalar olur. Qədim platformalar arxeip proterozoy eralarında yaranıb, cavan platformalar isə paleozoyun Hertsin qırışıqlığında yaranıb. Cavan platformalar Turandır, Qərbi Sibirdə, Ön Qafqazda. Turanda Özbəkistanla Türkmənistan ölkələri, Qərbi Sibirdə Rusiya, Ön Qafqazdakı. Qədim platformalar Şimali Amerika, Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya, Avrasiya daxil olmaqla götürmək olar. Məsələn, Şimali Amerikada Kordilyer çıxmaq şərti ilə, Cənubi Amerikada Ant dağlarının çıxmaq şərti ilə, Afrikada Atlazı çıxmaq şərti ilə, Antarktidada Qərb hissənin çıxmaq şərti ilə, Avrasiyada Şərqi Avropada, Sibirdə, Çin, Koreyada, Ərəbistan, Hindistan hamısı qədim platformalardır. Platforma 2 qatdan ibarətdir. Kristallik bünövrə qat, yəni alt mərtəbə, çökmə süxurqatı bu üst mərtəbədir. Alt mərtəbə əsasən maqmatik metamorfik süxurlardan təşkil olunubdur. Tamamilə dağların aşınıb bünövrəsini təşkil edir. Burada süxurlar nə formasındadır? Qırışıq, yatın formasındadır. Platformanın tərkib hissələri sipər. Bu o deməkdir ki, üst çökmə süxurqat bəzən yuyulur, alt kristallik bünövrə qat səthə çıxanda biz buna sipər deyəcəyik. Sipərlərdə əlbəttə ki, filiz faydalı qazıntılar səthə yaxın yerləşdiyindən onları çıxarmaq daha asan olur. Üst çökmə süxurqat fikir verin, yumuşaq qatdır. Bura əsasən çökmə süxurlarından təşkil olunubdur və burada əsasən çökmə mənşəli faydalı qazıntılar, nefti, qazdır, daş kömürdür, yanaq şisti və s. Görürsünüz, əslində üst çökmə süxurqat buradan olmalı idi. Bu üst çökmə süxurqat yuyulub gedib, alt kristallik bünövrə qat neyini səthə çıxıbdır. Görürsünüz, bu sipərdir. Buradan sipər. Bir var dəmiri buradan çıxardasan, bir də var buradan çıxardasan. Görürsünüz, buradan çıxartmaq daha rahatdır. Platformanın quruluşu. Diqqət edin, silək görəsiniz. Deməli, görürsünüz, bir çökmə süxurqatdır. İkinci kristallik bünövrə qatdır. Üçüncü qalxan və ya sipərdir, alt kristallik bünövrə qatın səthə çıxdığı ərazidir. Dörddəki buradan bura olan məsafədir ki, bu da çökmə qatın qalın olduğu ərazidir. Platformalarda yüksələn və enən hissələr var. Yüksələn hissələrə antekliz, enən hissələrə isə biz sinekliz deyəcək. Platformalarda qırılmalar var. Qırılmanın mərkəzi hissəsinin qalxması, yəni bu qalxan hissə, buna biz deyirik horst. Qıraqlardakı enən hissələrə isə biz deyəcəyik nə? Graben. Aydındır. Ən məşhur horst Şərq Afrika sınma zonasında yerləşən Ruwenzori horstudur. Ruandadır ya Ugandanın ərazisindədir. Sonra bunları dedik. Vulkanizm. Maqmanın çatlarla, sınmalarla yer səthinə çıxması prosesi vulkanizmdir. Ümumiyyətlə, maqmanın yer səthinə doğru hərəkəti maqmatizmdir. Onun yer səthinə çıxması prosesinə biz vulkanizm deyəcəyik, yadda saxlayaq. Bu proseslər məhz əlbəttə ki, geosinklinal zonalarda müşahidə olunur. Tektonik çatlar boyu ərmiş maddələr yer səthinə çıxır. Ərmiş maddələr daxildə olarkən maqma yer səthinə çıxarından sonra lava adlanır. Lavanın yer səthinə çıxdığı konusa bənzər çökəkliyə məhz vulkan deyilir. Vulkanın elementləri kraterdir, boğazdır, bir də lavadır. Vulkan yer səthinə çıxarkən zirvədə yaratdığı bu çökəkliyə biz krater deyəcək. Vulkan yer səthinə çıxdığı kanala boğaz deyəcək. Vulkan yer səthinə çıxartdığı maqmiyə, ərimiş maqmiyə lava deyəcək, bərkimiş lavaya neft deyəcək. Vulkan zirvəsində qıfa bənzər çökəklik kraterdir. Çökəklik daha böyük olarsa kaldera, kiçik olarsa mağardır. Diametri böyük olan kraterlərə kaldera, kiçik olan kraterlərə mağar deyilir. Maraqlı və vacib məqam. Vulkanlar lavanın tərkibinə görə stratovulkanlar, bir də qalxanvari vulkanlara bölünür. Stratovulkanlar tuş tərkibli vulkanlarda əsasən materik tipli yer qabığında olur, yadda saxlayın. Məsələn, Vezuvidə, Etnada, Kilimanjaro, Orizabada, Taxamulkoda və s.
Qalxanvari vulkanlar daha çox okean tipli yer qabığında olurlar. Bunlara bəzən əsasi tərkibli qalxanvari vulkanlar, əsasi tərkibli vulkanlar və ya havay tipli vulkanlar deyilir. Bu tip vulkanlar duru və sıyıq lava axıdırlar. Püskürmə partlayışsız olur, qazları azdır, toz daş tullamır. Mauna Loa, Mauna Kea, Hekla, Kilauea havay adalarında, Eyjafjallajökull və s. Stratovulkanların hündürlüyü çox olur, meylliliyi çox olur, daş tullayırlar, püskürməsi, partlayışla olur və s. Vulkanlar, aktiv vulkanlar, yatmış vulkanlar, sönmüş vulkanlara bölünür. Aktiv vulkanlar, yəni fəaliyyətdə olan vulkanlardır. Ən məşhuru Ant dağlarında Liulalyakod 6723 metr. Yatmış vulkanlar bir neçə, aktiv vulkanlar hal-hazırda da püskürən vulkanlardır. Yatmış vulkanlar bir neçə əsr müddətində püskürməyən vulkanlardır. Onlarda aktiv vulkanlarda olduğu kimi magma ocaqları mövcuddur. Lakin burada ocaq daha dərində yerləşdiyindən zəif aktivlik müşahidə olunur. Ən məşhuru ABŞ-da Yellowstone vulkanıdır. Sönmüş vulkanlar daha qədim zamanlarda püskürmüş, hazırda onlarda vulkanizm prosesi dayanmışdır. Məsələn, Qafqaz dağlarında Elbrus vulkanını 5642 göstərmək olar. Qarabağ vulkan kəlyasında sönmüş vulkanlar da həmçinin. Quruda olduğu kimi okean dibində də vulkanlar var. Sualtı vulkanlar okeanın mərkəzi hissəsində, qitələrin kənarları boru yayılmışdır. Onların püskürməsi nəticəsində adalar yaranır. Dünyanın ən hündür sualtı vulkanı Mauna Kea vulkanı da Havay adalarında. Bundan başqa Böyük İşıqlı, Gəlinqaya, Qızılboğaz, Böyük və Kiçik Ağrı Türkiyədə, Savalan Dəmavənd İranda, Çin barası Elbrus, Kazbek əlbəttə ki Qafqazda, Makilin Şimali Amerikada. Yadda saxla, vulkanlara yaxın olan ərazilərdə torpağın tərkibində dəmir, prit, xrom kimi müxtəlif elementlərə rast gəlinir. Vulkan külü torpağı minerallarla zənginləşdirir və bu torpaqlar əkinə yararlı olurlar. Belə amillər belə ərazilərdə əhalinin sıx məskunlaşmasına səbəb olur. Gəlin indi buradan vulkanlara baxaq. Rusiyanın Kamçatka yarımadasında Kuliç sopkası. Yaponiyanın Höns adasında Fudziyama, Küs adasında Aso vulkanı. Filippinin Luzon adasında Pinatubo vulkanı, Mindanao adasında Apo vulkanı. Yeni Gvineya adasında Lamington. Yeni Zelandiyanın Şimal adasında Ruapeho. Sumatra adasında Kerinche. Yav adasında Semeru, Slamet, Aguna, bunların arasındakı Zond boğazında Krakatau vulkanı. Afrikada Kilimanjaro, Karisimbi, Kamerun. Kanar adasında Tayde vulkanı. Stromboli adasında Stromboli vulkanı. Sicilya adasında Etna vulkanı. Apenin yarımadasında Vezuvi vulkanı. İslandiyada Hekla, Eyjafjallajökull, Bardambunga vulkanları. Alyaska yarımadasında Şaldina vulkanı. Şimal Amerikada Katmai vulkanı, Rainier, Shasta, Kolima, Popocatépetl, Orizaba, Taxomulco, Momotombo. Cənubi Amerikada Ruisti, Cotopaxi, Çin Barasodu, San Pedrodu, Liulalyakodu, Havay adalarında Mauna Loa, Mauna Kea, Kilauea vulkanlarını istat çəkmək olar. Krakatau vulkanı Zond boğazında yerləşir dedik. Palçı vulkanları maqmatizm prosesi ilə əlaqəsi yoxdur. Ona görə buna psevdovulkanizm və ya yalancı vulkanlar deyilir. Palçı vulkanlar daha çox neft qazlı sahələrdə 4-6 kilometr dərinlikdə olur, çəkmə suxurlarda olur, hündürlüyü yüksək olmur. Yer səthində qaynar palçıq kütləsi püskürür ki, buna biz sazə deyirik. Bərkiyəndən sonra isə breksi deyirik. Dünyada palçı vulkanlarına daha çox Azərbaycanda rast gəlinir. Qobustan Abşeronda, Cənub-Şərqi Şirvanda, Şamaxı zonasında da var. Dünyada Krım, Taman, Kerç yarımadasında, bunlar Qaradənizdədir, Sakhalindir, Yeni Zelandiya adalarında. Məsələn, məşhurlar Torağay ən hündürü, Şıx Zahiri, Keyrəki, Kənizdağ, Bozdağ, Lökbatan, Axtarma Paşalı və s. Qruda olduğu kimi suyun altında da palçıq vulkanı püskürür. Belə ki, Xəzər dənizində 140-a yaxın palçıq vulkanı var. Sualtı palçıq vulkanları püskürərək adalar yaradırlar. Məsələn, Bakı arxipelagındakı 8 ada. Misal çəkək, Xərəzirə, Bakı arxipelagında Çigimil, Səngimuğan, Zəmbil, Daşaltı adası və s. palçıq vulkanlarından yaranan adalardır. Geyzerlər. Vulkan prosesinin inkişaf etdiyi ərazilərdə əmələ gələn qaynar su buxarı çatılar vasitəsilə yüksək təzyiq altında fəvvara şəklində yer səthinə çıxmasıdır. İslandiyada, Yeni Zelandiyada, İndoneziyada, İtaliyada, ABŞ, Meksika, Rusiyanın Kamçatkasında Velikan geyzeri var. Geyzerlər su buxarının yer səthinə çıxartdığı çökəşlik qrifondur.
Yer səthinə çıxan mineral birləşmələr geyzeritlərdir. Tektonik cəhətdən fəal ərazilərdə temperaturu 37 dərəcə Selsidən yüksək olan yeraltı sulara isti bulaqlar da demək olar. Bu sular isti su mənbəyi kimi müalicə üçün istifadə olunur. Məsələn, Kəlbəcərdəki isti suyu istat çəkmək olar. Məsələn, İslandiyada Strokkur geyseri var. Strokkur geyseri tez-tez tıxaclar ola bilər. İnsanlar onu özləri açırlar. Plusdakı Strokkur geyseri İslandiyanın paytaxtı Reykjavik şəhərinin şərqindədir. Yerin ani vaxt ərzində tərpənməsinə zəlzələ deyilir. Yerin daxilində yüksək təzyiq enerji toplanması nəticəsində yaranır. Zəlzələ zamanı dağıntıların miqyası zəlzələnin gücündən, davamiyyətindən və hipocentrin təbii və birmənalı şəkildə dərinliyindən asılıdır. Zəlzələ zamanı yerin titrəyişləri seismik dalğalar adlanır. Yerin daxilində uzununa yayılan dalğalara, deməli, uzununa yayılan dalğalara P, eninə yayılan dalğalara isə S dalğalar deyilir. Yer səthi boyunca yayılan dalğalar isə səth dalğaları adlanır. P və S dalğaları, yəni uzununa və eninə yayılan dalğalar hiposentrdən eyni anda hərəkətə başlayır. P dalğaları, yəni uzununa yaranan dalğalar tavalanın hərəkət istiqamətində yayılır uzununa və daha sürətli olur. S dalğaların sürəti az olur. Gücü isə P dalğalarından çox olur. Suda S dalğaları, yəni eninə yaranmır. Suda S dalğaları, yəni yaranmır təbii ki də. Zəlzələ zamanı baş verən dağıntılar səth dalğaların nəticəsidir. Episentrdən uzaqlaşdıqca dalğanın gücü zəifləyir. İndi bunlar barədə yadda saxlayın, bu yer səthidir. Bu zəlzələnin ocağı hiposentrdir. Bu zəlzələnin mərkəzi episentrdir. Ən güclü dağıntılar deyirik episentrdə baş verir. Nəyə görə? Çünki epicentr hiposentrə ən yaxın məsafədədir. Sonra zəlzələ belə yayılır, belə. Aydın oldu, belənsi zəlzələ yayılır. Deməli, hipocentr yer səthinə nə qədər yaxın olarsa, onun yayıldığı ərazi az olar, amma dağıntılar çox olar. Hipocentr nə qədər dərində yerləşərsə, o geniş ərazini əhatə edəcək, amma dağıntısı az olacaq. Zəlzələnin yer səthindəki proyeksiyası epicentr, zəlzələ ocağı, yəni mərkəzi epicentr, zəlzələ ocağı hipocentr. Zəlzələnin gücü 12 ballıq Richter şkaləsi ilə, dağıntılar Mercalli şkaləsi ilə. Zəlzələni qeydə alan cihaz seismoqraf cihazı, eyni zəlzələ şiddətinə malik olan nöqtələr birləşdirən izoxətlər izoseistlər adlanır. Okeanda zəlzələ baş verərsə, tsunami zəlzələsi, tsunami dalğaları yaranar. Tsunami sahilə çatanda, ümumiyyətlə açıq okeanda yaranarkən sürəti çox olur, hündürlüyü az olur. Sahilə yaxınlaşdıqca sürəti azalır, hündürlüyü çoxalır. Tsunamilərin çoxsa Sakit okean ərazisində baş verir. Yaponiyada baş verən Awadzi zəlzələsi geniş miqyaslı tsunaminin yaranmasına səbəb olmuşdu. Sendam tsunamisi 2011-ci ildə Yaponiyada baş verən 8,9 bal gücündəki Tohoku zəlzələsi nəticəsində məhz yaranmışdı. Sonra Kobe Yaponiyanın ən böyük dəniz limanlarından biridir. 10 milyondan çox insanın yaşadığı bu liman şəhərində tez-tez güclü zəlzələlər baş verir. Zəlzələ zamanı dağıntılar yaranır. Sonra yerin müasir üfüqi və şaquli hərəkətləri. Dünyanın ayrı-ayrı ərazilərində şaquli qalxmalar və enmələr baş verir. Hazırda Skandinaviya sahilləri ildə 1 sm yuxarı qalxır, Şimal dənizinin sahilləri isə 3 mm aşağı inir. Deməli, bu 10 mm yuxarı qalxır, bu 3 mm inir, aşağı inir. Deməli, Skandinaviya ilə Şimal dəniz sahilləri ildə bir-birindən nə qədər uzaqlaşırlar? 13 mm. İndiki Şərq Avropa düzənliyindən 70 milyon il əvvəl sular çəkilmiş, ərazi quruya çevrilmişdi və Şərq Avropanın mərkəzi hissəsi 2-4 mm enir, qərb hissəsi qalxır. Qərbində Baltik Ukrayna qalxanları var. Qafqaz dağları da ildə 1-3 mm qalxırsa, Kür-Araz ovalığı aşağı inir. Abşeron yarımadasında balıq qulağından ibarət olan mişar daşlarının olması da həmin ərazinin vaxtilə okean suları altında olması deməkdir. İnsanların istifadə etdiyi yeraltı sərvətlər, faydalı qazıntılar və mineral ehtiyatlar adlanır. Faydalı qazıntılar filiz, qeyri-filiz, bir də yanar mənşəli faydalı qazıntılara bölünür. Filizlər maqmatik mənşəlidir. Onlar daha çox dağlarda, dendasyon düzəlişlərdə, yəni yüksəkliklərdə və yaylalarda rast gəlinir. Məsələn, zəngin dəmir filizi ehtiyatlarını Ural dağlarında, Skandinaviya dağlarında, Braziliya yaylasında, Qərbi Avstraliya yaylasında, Dekan yaylasında rast gəlirik. Alüminiuma xammal olan boksit, alunitli, nefelin kimi mineralların tərkibində rast gələ bilərik. Ən iri boksit Braziliyada yenə də, böyük Çin düzənliyində, Qərbi Avstraliyada, Gviyanada.
Avustraliyada, Mis yataqlarına, Ant dağlarında, Çili, Perunun ərazisində Çikukamata, Mərkəzi Afrikada, Zambiya, Zimbabve, Konqonun ərazisində rast gələcək. Cənubi-Şərqi Asiyada Tayland, Malayziyanın ərazisində Qalay Wolframa, Carın ərazisində, ABŞ-ın ərazisində qızıl yataqlarına rast gələcək. Məsələn, Superpit. Qeyri-filiz faydalı qazıntılar yer qabığında daha geniş yayılıb. Məsələn, Şimali Afrika, Florida, Şərqi Avropa böyük Çin düzənliyində apatit, fosforit yataqları var. Yanar faydalı qazıntılara ovalıqlarda və dərinliyi 200 metrə qədər olan okean sahili materik dayazlığında şelf zonalarında rast gələcək. Neft və qazın ən mühüm İran körfəzi neft kranı adlanır. Rusiyanın qərbi Sibiridir. Niderland və Norveç Şimal dənizindən çıxarır. Xəzər dənizidir. Qvineya körfəzidir. Meksika körfəzidir. Daş kömürün əsas yataqları Appalaçda, Şərqi Avropa düzənliyində, Orta Sibir yaylasında, Cənubi Afrikada, Şərqi Avstraliyada böyük Çin düzənliyində. Filizlər bölünür. Qara metal filizləri əlvan. Qaraya aiddir dəmir, manqan, xrom, əlvana aiddir alüminium, mis, sink, qalay. Sink, qalay, bəli. Qeyri-filizlər kimya xammalı, kükürdür, apatitdir, fosforitdir, kalium duzudur. Tikinti materialları, əhəng daşdır, gipsdir, mərmərdir, qumdur, çınqıldır. Qiymətli daşlar sapfirdir, yaqutdur, zümrüddür, kəhrabadır. Bir də yanar faydalı qazıntılardır, neftdir, daş kömürdür, təqibi, qazdır, torfdur, yanar şistdir. Və burada da bu faydalı qazıntıların yayıldığı ərazilərdir ki, bunlara siz özünüz baxacaqsınız. Gəldi indi bəzi qeydlər. Litosfer haqqında qısa bilgilər. Yer səthinə düşən nəhəng çökək sahələri örtərək ilk yaranan okean Pantalasdır. Dünya okeanın əmələ gəlməsi yerin planetar inkişaf mərhələsinin sonu həm də yerin geoloji inkişaf mərhələsinin başlanğıcıdır. Beləliklə, yerin planetar inkişafı 6-7 milyard il əvvəl yaranmış ki, 2.5 milyard il davam etmişdir. İlk okean yaranmasından müasir dövrə qədər olan mərhələ yerin geoloji inkişaf mərhələsi adlanır. 4,5 milyard ilə əhatə edir. Bu mərhələdə yer qabığı formalaşmış, müasir şəklini almışdır. Skandinaviya dağları qədim dağlar olsa da hündürlüyü artır. Planetar yaşın davam etmə müddəti 2,5 milyard ildir. Yerin maqnit sahəsinin formalaşmasının əsas səbəbi daxili və xarici nüvənin hərəkətidir. Macdonnell dağları Avustraliyada qədim dağlardır. Uran filizinin tərkibinə görə çox kasıbdır. Yəni 1 tonunda 200 qram saf uran var. Naur adası, Okeaniyanın adasıdır. Orada fosfor yataqları mövcuddur. Bardambunga İslandiyadadır. Vulkanın öldüyü ölkənin qütb dairəsi kəsmir. Qütb dairəsindən cənubda, yəni mülayim işıqlanma quşağında yerləşir. Etna vulkanı Siciliya adasında yerləşən strato vulkandır. Yəni tuş tərkiblidir. Dəli dağ sönmüş vulkan hesab olunur. Qarabağ vulkan kəlləsinin hündürlüyü burada səhv qeyd olunub 3616. Ən hündür fəaliyyətdə olan aktiv vulkan Lüylalyako vulkandır, Cənubi Amerikadadır, 6723. Tristan da Cunha adası divergent sərhəddə yerləşir, Afrika ilə Cənubi Amerikanın divergentində. İtaliyada Toskana bölgəsində İtaliya geotermal elektrik stansiyasından istifadə edir. Sienit intrusiv suxurdur, ağırdır, bərkdir, məsafəsizdir. Pirney yarımadasında İspaniyanın cənubunda yerləşən Əndəlus dağları cavan dağlardır. Hündürlüyü 3478 metr. Əhəqqər tipesti Darfur, Cənubi Amerikanın denudasiyon düzənliyidir. Burada uran yataqları var, zəncir, Niger, Çadın ərazisində. Aralıq dənizin və İran körfəzinin sahəsi azalır. Qırmızı dənizin sahəsi artır. Səbəb Afrika şimala və şimal-şərqə gedir. Ərəbistan yarımadası da şimal-şərqə gedir. Ərəbistan yarımadası sürətlə hərəkət eləyir. Afrika zəif hərəkət elədiyindən qırmızı dənizin sahəsi artır. Sveç kanalı genişlənir. Daha sonra Babil-Məndəb boğazı genişlənir. Amma yadda saxlayın ki, Aralıq dənizi və İran körfəzi sahəsi azalır. Antiklinal, geosinklinal zonada sıxılıb qalxmış relyef formasıdır. Hava adalarındakı vulkanlar Mauna Loa, Mauna Kea, Kilauea vulkanı əsassız tərkibli, havay tipli qalxanvari vulkandır. Andezit effuziv mənşəli suxurdur, yəni yüngül, yumuşaqlı, məsaməlidir. Kanada qalxanında Şimali Amerikada suxurlar qədim qırışıq formasında yatır. Dünyanın ən böyük horslarından biri Afrikada yerləşən Ruvenzori horsudur. Ya Ugandada, ya Ruandada yerləşir. Kanar adaları divergent sərhəddə yerləşən adalardır, İspaniyaya aiddir. İspaniyaya aid olsa da Kanar özü tropikın səhrasında yerləşir, İspaniya Aralıq dəniz iqlim mütbində yerləşir. Galapagos adası Naska və Kokos tavalarının ayrılmasından divergentində yaranıb. Antil adaları konvergent zonada yerləşir. Montempello vulkanı Mərkəzi Amerikada Martinika adasında yerləşir.
Mütləq hündürlüyünə görə ən böyük zirvə Everest və ya Zoomolungma 8848, nisbi hündürlüyünə görə Mauna Kea'da 10.000-dən çoxdur. Hammeş dağları qədim dağlara aiddir. Bayaq qeyd etdiyimiz kimi Baykaldan əvvəlki qırışıqlığa. Adamava dağları Afrikadadır, alçaq Afrikaya aiddir. Həmin olduğu materik 4 yarımküradır. Çünki Ekvadorda kəsir, Greenwich meridianında kəsir Afrikanı. Bütün qitələrdə vulkanlara rast gəlinmir. Məsələn, Avstraliyada fəaliyyətdə olan vulkan yoxdur. 74 milyon il ərzində 100 qram uran 1 qram qurğuşuna çevrilir. Kilauea vulkanı Havay adasında yerləşir. Vulkanlar bütün cavan dağlarda olmur. Məsələn, Alpda yoxdur, Himalayda yoxdur, Karpatda yoxdur, nə bilim. Çox. Hipocenter zəlzələ ocağıdır. Ural dağlarının şimal yamacında qar xətti cənuba nisbətən aşağıdan keçir. Çünki cənub yamacı ekvatora tərəf yönələndi, tropika tərəf yönələndi, nisbətən cənubdadır şimal yamaca nisbətən ora. Günəş şüası nisbətən böyük bucaq altında düşdüyündən qar xətti daha şimaldan keçir, yuxarıdan keçir. Şimalda isə günəşi görmədiyinə görə, qütbə yaxın olduğuna görə nisbətən aşağıdan keçir. İslandiyada Tingvellir Milli Parkı var. İslandiyada Strokkur geyseri var. Aydındır. Siyasi xəritələr fiziki xəritələrə nəzərən daha çox genizasiyaya məruz qalır. Cabo Verde, Yaşılburun adaları litosfer tabaqasının divergent sərhədində yerləşir. Kataklizmlərə geosinklallarda vulkan və zəlzələlərin olduğu ərazilərdə rast gəlinir. Krater, qabarıq morfostruktur daxilində yaranan mənfi relyef formasıdır. Afrikanın şimalı geosinknal olsa da aktiv vulkanizm prosesi yoxdur, məsələn Atlas dağlarında. Eğer gölü mənfi 16 metr, Xəzərin səviyyəsi mənfi 27 metrdir. Antarktidənin şərq hissəsi platforma, qərb hissəsi isə geosinknaldır. Qaracaya çökəkliyin dərinliyi mənfi 132 metrdir, Qazaxıstanda. Müqəddəs Yelena Vozneseniya Tristan de Cunha adası Cənubi Amerika ilə Afrika tavasının ayrılmasındadır. Amma Madeira, Kanar, São Tomé və Príncipe, Yaşılburun adalar Afrika tavasının öz daxilində çat zonasında divergent adadır. Galapagos Naska-Kokosun ayrılmasından, Pasxa Naska-Sakit okeanının ayrılmasından, Antil adaları Kariblə Şimali Amerika tavasının sıxılma zonasındadır. Mariana adaları Filippindən Sakit okean, iki okean litosfer tavasının konvergentindədir. İslandiya Şimali Amerika ilə Avrasiyanın divergentindədir. Tingvellir Milli Parkında bunu müşahidə eləmək olur. Azor Avrasiya ilə Afrikanın, Fiji, Yeni Gvineya, Yeni Zelandiya, Sakit okeanla Hind-Avstraliyanın toqquşmasından, Mərkəzi Amerika, Karib və Kokosun toqquşmasından. Vulkanlar Rainier, Shasta, Katmai yerləşir ABŞ-da, Taxamulka, Gvatemalada, Momotombo, Nikaraguada, Colima, Rusaba, Popocatépetl, Meksikada. Ant dağlarına aid olanlar. Antdan başlayan çaylar iki okeana aiddir. Yəni Ant dağlar Sakitlə Atlantik okean arasında su ayrıcı rol oynayır. Ant dağlarının ən hündür nöqtəsi Aconcagua, Argentina, Çili sərhədində yerləşir. Ant dağlarında Peru, Çilidə mis qurşağı var. Kordilyerdə sönmüş Makilni zirvəsi, Momotombo, Rainier, Shasta vulkanı. Relyef amplitudası -86 6194. 6194 çıxısı -86 artıq bu toplanır, eləyir nə qədər? 0, 7, 8, 2, 6280. Aydın oldu, belə eləməlidir. 6200, nə bildim nə qədərsə, yəni bunları toplamaq lazımdır. Litosfer taban konvergent sərhədində yerləşir, Sakit okeanla. Daha sonra dibi okean səviyyəsindən aşağıda yerləşən ərazilərə depressiyalar deyilir. Məsələn, gəl depressiyalara baxaq. Eğer gölü Avustraliyada -16 metr, Qıxor çökəkliyi -430 metr, İsrail, Yordaniya, Karacaya çökəkliyi -132 metr, Qazaxıstan, Ölüm dərəsi -86 metr, Kaliforniya, Assal gölü -157 metr, Cibuti, Qattara çökəkliyi -130 metr, Misir, Xəzər -26 metr, Turfan -155 metr, Sində Sintizyan Uyğur. Adalar, Kanar adası İslandiyaya aiddir, Azor, Madeira adaları Portugaliyaya aiddir. Yaşılburun Cabo Verde'yə aiddir. Müqəddəs Yelena İngiltərəyə, Tristan de Cunha İngiltərə, Falkland İngiltərə, Argentina, Cənubi Georgiya İngiltərə, Yeni Kaledoniya Fransa, Socotra yadda saxlayın Yəmənə aiddir. Zənzibar Tanzaniyaya aiddir. Kerguelen Fransaya aiddir. Pasxa Çiliyə aiddir. Galapagos Ekvadora aiddir. Spitsbergen Norveçə aiddir. Komondor adaları Rusiyaya aiddir. Şimali Amerika tavası
Həm quru, həm də okean hissəsi var. Qərb hissəsi toqquşma zonasında Sakit okeanın, şərq hissəsi ayrılma zonasında da Avrasiya ilə. Avrasiya tavəsi ilə ayrılma zonasında qeyd etdiyi İslandiya adası yaranır. Əsasən şimal-qərb istiqamətdə hərəkət edir. Atlantik okeanın ən dərin nöqtəsi Port Rico çökəkliyi buradadır. Havay adaları Şimali Amerika tavası üzərində olan ABŞ aiddir. Demək, əgər desək ki, Şimali Amerika materiki, onda ancaq quru sahə başa düşülür. Əgər desək Şimali Amerika litosfer tavası Atlantik okeandakı su hissələri də daxildir. Demək, Şimali Amerika tavasına Şimali Amerika materiki və Atlantik okeandakı su hissəsi də daxildir. Böyük tavalardan Sakit okean yalnız okean tipi, qalanlar həm materik, həm okean tipli. Kiçik litosfer tavalarından Ərəbistan yalnız materik tipli, digərləri okean tipli. Afrika tavası şimal-şərq istiqamətdə hərəkət edir. Cavan və qədim dağlar mövcuddur. Atlas savandır, ən hündür nöqtəsi Tubkal, Kapej daha qədim dağlardır. Cənubi Amerika tavası ilə ayrılma zonasında müqəddəs Yelen adası yerləşir. Bundan başqa Vozneseniya, Tristan Tekunya. Hind okeanının ən dərin nöqtəsi məhz buradadır. Aydındır. Şelf düzənlikləri mövcuddur. Kanar, Seyşel adaları daxil, Andaman adaları Hind-Avstraliya tavasına aiddir. Bu qədər.